Selamünaleyküm kardeşler, bacılar. Bu günləri dekabrın 10 2025-ci il Cəlilabad rayonunun Ağdaş Sovetinin Darlıq kəndidir. Bu Darlıq kəndinin yolu 6 kilometr yoldur, Közbulağa gedib birləşir. Yüzü Közbulağa gedib birləşir. Hər gün mən bu yoldayam. Hər gün uşaqları məktəbə aparıb gətirirəm. Bizim bu icra başçısı da bu kənddə olub, iştirak edib müavinləri ilə, bələdiyyə ilə, kənd sevedi ilə. Dəfələrlə icra hakiminin qəbulunda olmuşuq. Hələ bu il, gələn il obrisi yumaq verirlər bizə. Biz gelib gələnmirik. Bizim kənddə 30 dənə ev var idi. Onun kimin imkanı var? Çox adam köçüb gedib Bakı şəhərinə. Kimin imkanı yoxdur? Belə hər gün əziyyət çəkir. Hər ildə mən lapatya götürüb bu yolları arxaylayıram. Niva markalı maşın dağılır. Xahiş edirəm, bax, sizə çəkib bunu göstərirəm ki, subut kimidir. Baxın da, yəni canlıdır da, bundan aynəsi yoxdur. 6 kilometr yol belə bərbad gündədir. Baxın, bax, burada keçənləri biraz 6000 pul yığdıq, özümüz bəzi yerlərə tökdük. Yenə öz gücümüz çatmadı da, biz bunu davafqa eləyə bilmədik. Gücümüz çatmadı. Biz nə qarə, biz də cəmaət kimi köçüb gedək Bakıya. Aha, bura bizim kəndimizin dədəmiz, babamız buranı yaradıb, evlər tikib. Biz bundan sonra hara gedəcək? Axı, mən 2 dənə uşaq böyüdürəm, əskərliyə gedəcək. Baxı, mən bunu güclə böyüdürəm, zülümlə böyüdürəm. Və mən necə eləyim, uşaq oxutmaq istəyirəm. Səhər əskərliyə getdi, bu necə mənə məktub yazıb göndərəcək? Ata, mənim vəziyyətim yaxşıdır, ya yaxşıdır. Və bunu necə eləyək, cənab prezident? Xahiş eləyirəm, bu haqda bir təbdir görəsən, icra hakiminə bir mesajdan zatdan göndərəsən. Heç olmasa bunu biz asfalt istəmirik, şey bir töksünlər. Xahiş edirəm sizdən. Baxın, bu gün eləmişəm, bunu arxələdim, su durmasın da burada. Hamısı belə yollarımız sapoq dolur. Baxın, sapoq dolur. Bərdibad günündədir. Yollarımız bizim bax belə Bərdibad günündədir də məhv olub gedir.